Mənim əzizlərim, 29 dekabr, 4 yanvar tarixlərində Qoç burcunu nələr gözləyir? Həftəlik açılım eləyəcəyik qoçlar üçün. Bu həftə, üzümüzə gələn həftə nələr gözləyir? Özü, hərəkəti, münasibətləri, maliyyə, sağlamlıq, xəbərdarlıq nəyə diqqət etməlidir? Bir də ümumiləşdirmə. Şəxsi enerjiniz, daxili vəziyyətinizə baxdıqda, bu həftə motivasiya enerji ilə başlayırsınız. Özünüzü ifadə etmək istəyi güclüdür. Amma tələsik qərarlar verməyin. Hərəkətiniz, fəaliyyətinizlə bağlı yeni layihələr başlamaq üçün əlverişli zamandır. Eyni anda çox işi götürmək yorucu ola bilər. Planlı hərəkət edin. Münasibətlərdə, bu şəxsi və sosial münasibətlər daxildir. İş və şəxsi münasibətlərdə səmimi ünsiyyət uğur gətirəcək, yəni qarşılıqlı anlaşılma olacaq, bir-birini dinləyən tərəflər olacaq. Yəni hər iki tərəf bir-birini dinləyər və eşidəcək. Bu çox faydalıdır. Həm biznes yönündə, həm də şəxsi həyat yönümündə. Maliyyə, gözlənilməz xərclər mümkündür. Büdcəni əvvəlcədən planlamaq, riskli qərarlardan çəkinmək vacibdir. Bu yəqin ki, yeni il ərəfəsində, yəni ki, planlı hərəkət eləyin, artıq xərclər etməyin. Onun xəbərdardığıdır, maliyyə ilə bağlı. Sağlamlıq, istirahət balanslı olmalıdır, stres olmamalıdır, yuxu rejiminizə fikir verin. Yəni, balans gözlənilməlidir. Xəbərdarlıq olaraq nəyə diqqət olunmalıdır? Ani impulsiv hərəkətlər etmirsiniz, ani nəyəsə reaksiya verməyin. Həftə ərzində balans və planlamalar əsas önəmli olan odur. Yəni ki, plansız hər hansı bir hərəkətlər eləməyin. Ümumilikdə həftə yeni ideyalar, səmimi əlaqələr üçün çox əlverişlidir. Daxili balans qoruyaraq, planlı hərəkət edərək uğurlu nəticə əldə edə bilərsiniz. Bir növ həyatınıza günəş doğur. Yeni il ərəfəsi yeni il gününə düşür. Qoy bu həftə sizə çox uğur gətirsin. Yeni ili ən xoş arzularla qarşılayarsınız. Bu qədər əzizlərim.